Qalstanyan və onun rəhbərlik etdiyi müqəddəs mübarizə hərəkatı yenidən küçə aksiyalarına başlamağı planlaşdırır. Ermənistan mətbuatı bu qərarın əsas səbəblərindən birinin baş nazir Nikol Paşinyanla bütün ermənilərin katolikosu 2-ci Qaregin arasında münasibətlərin son günlərdə ciddi şəkildə gərginləşməsi olduğunu qeyd edir. Hökumət başçısının katolikosu dini qaydaları pozmaqda və siyasi proseslərə müdaxilə etməkdə günahlandırması, həmçinin kilsəyə qarşı islahatlar aparmaq niyyəti cəmiyyətdən narazılıq yaradıb. Bu gərginlik Baqrat Qalstanyana siyasi səhnəyə yenidən çıxmaq üçün əlverişli zəmin yaradır. Lakin xatırlatmaq yerinə düşər ki, adı çəkilən arxiyepiskop bundan əvvəl 2024-cü ildə də Paşinyan istefası tələbi ilə aksiyalar təşkil etmişdi. Nəticə etibarilə də həmin etirazlar uğursuzluğa düçar oldu. O zaman Baqrat həm də Azərbaycanla aparılan sülh danışıqlarının və sərhədin delimitasiya prosesinin dayandırılmasını tələb edirdi. Bu dırnaqarası tələblər nə hökumət, nə də ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəklənmədi. Aksiyalar zamanla səngidi və Qalstanyanın təsir gücü azaldı. Ekspertlər deyirlər ki, baş tutacaq etirazlar İrəvan hökumətində bu dəfədə dəyişikliklərə səbəb olmayacaq. Din xadimlərinin Paşinyan hakimiyyətinə qarşı etirazları bundan əvvəlki dövrlərdə də baş vermişdi və son günlərdə biz bunun şahidi oluruq. Mən hesab edirəm ki, bu etirazlar elə bir ciddi nəticə verməyəcəkdir. Çünki uzun müddətdir ki, xüsusilə də 2020-ci ildə Ermənistanın rüsvayçı məğlubiyyəti, Azərbaycanın tarixi qələbəsi onu deməyə əsas verir ki, artıq kilsənin də, ümumiyyətlə radikalların da Ermənistan ictimaiyyəti arasında heç bir nüfuzunun və hörmətinin olmaması deməkdir. İndi isə yeni siyasi və ictimai vəziyyət olan kilsə hökumət qarşı durması Baqrata ikinci bir fürsət verir. O, bu dəfə daha çox dini və milli mənəvi dəyərlər üzərindən cəmiyyətin dəstəyini qazanmağa çalışa bilər. Bundan belə, Qalstanyanın 2026-cı ildə keçiriləcək parlament seçkisində iştirak etməyəcəyini açıqlaması onun hələ də siyasi ambisiyalarının yalnız küçə etirazları ilə məhdudlaşdırdığını göstərir. Bu da bir tərəfdən onun səmimi dini lider obrazını qorumaq cəhdi kimi qəbul olunsa da, digər tərəfdən real siyasi gücə çevrilməkdə tərəddüd edir. Dindarlar arasında da parçalanma var, çünki Paşinyanın 2-ci Qaregin haqqında verdiyi məlumat onun nüfuzuna ciddi zərbə vurur. Və buna görə də Qaregin və müxalifət birləşərək Paşinyana qarşı mübarizəyə başlayırlar. Hesab edirəm ki, bu dəfəki mübarizə daha ciddi olacaq. Ancaq düşünürəm ki, onlar bu yolla Paşinyanı hakimiyyətdən devirə bilməyəcəklər. Analitiklərin fikrincə, Baqrat Qalstanyanın əvvəlki aksiyalarının uğursuzluğu onun zəif tərəfi olaraq qalır. Lakin indiki şəraitdə kilsənin dövlətlə qarşıdurma vəziyyətində olması və ictimai narazılıqların artması fonunda onun yenidən gündəmə gəlməsi mümkündür.